Artıq gələcəyin təkərlər üzərində bədənini Avatar 07 Ultra'nın timsalında görə bilərik. Bu möhtəşəm avtomobil Changan, Huawei və Catl şirkətinin möhtəşəm şah əsəridir. Nəyə görə şah əsəri deyirəm? Ən texnoloji yeniliklər bu avtomobilə tətbiq olunub. 3 konsern birləşərək şah əsəri ortaya çıxardıblar. Changan, Huawei və Catl şirkəti dünya gigantlarıdır ki, onların birgə məhsulu məhz Avatar 07 Ultra'dır. Avatar 1.1, Avatar 1.2, yəni 11-12 deyimlərdə öyrəşdiyimiz avatarlar kimi 07 Ultra artıq tam elektromobil deyil. Bu plug-in hibrid avtomobilidir. Ön görüntüsünə nəzər salsaq, Avatarın ailə dizaynını burada görmək mümkündür. Əvvəlki Avatar modellərində olan dizayn xəttləri burada da sərgilənir. Amma burada xüsusi dəyişikliklər mütləq ki var. Digər Avatar modellərində olan nə xırda nüanslar var isə artıq burada tamamilə aradan qaldırılıb və yeni vurğular var. 07 Ultra'nın ön hissəsində işıqlandırma da tamamilə yenilənib. O robot gözünə bənzəyir, işıqlandırmır, robot kimi ətrafı görür. Gündüz hərəkət fənərləri, dönmə işıqlandırılması, 12 ədəd sensor radar var ki, santimetr dəqiqliyinə qədər bilirsiniz ki, maneəyə nə qədər məsafə qalıb. Radiator barmaqlığı yenilənib, üzərində Avatar loqosu da 2 rəng tonunda rənglənib. Bu da maraqlı bir görüntü verir. Burada aktiv havalandırma var, yəni radiatorların soyutmasına xidmət eləyir. Ön kamerası da bamperin üzərinə yerləşdirilib. Çox estetik görünür və artıq bir görüntü təşkil eləmir. Avatarın öz loqosu da əvvəlki modellərdə olduğu metalik bir loqo deyil. Birbaşa bamperin üzərinə inteqrasiya olunub və qeyd edim ki, işıqlandırılmalıdır. Kapot təbii ki, açılmalıdır. Orada elektromobildə olduğu kimi yük ərazisi yox, mühərrik dayanır. Kapot altına nəzər salsaq, bu plastik örtük altında 1,5 litrlik daxiliyama mühərriki dayanır. Təkərlərlə heç bir əlaqəsi yoxdur. Sırf generator rolunu oynayır. Arxada və öndə elektrik mühərrikləri dayanır. Arxa elektrik mühərrikinin gücü 313 at gücüdür. Öndə yerləşən elektrik mühərrikinin gücü isə 179 at gücüdür. Ümumilikdə Avatar 07 Ultra modeli 492 at gücü hasil edir və 0-dan 100-ə kimi avtomobili 4,9 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürətlənməsi isə 190 km/saatdır. Bu Avatar loqolu plastik örtük altında demək olar ki, biz heç nə görmürük. Ancaq şüşəsilən mayenin dolum yeri var burada ki, bizə icazə verilən yalnız budur ki, onu doldura bilərik. Kapot qeyd edeyim ki, səs izolyasiyalıdır və çox keyfiyyətli bir materialla da üzlənib. Maksimum səssizliyə üstünlük verilib bu Avatar 07 modelində. 07 Ultra adaptiv pnevma askı ilə təchiz olunub. 265-45-21 ölçüdə təkərlərlə gəlir və Avatarın özünə məxsus 2 rəng tonunda belə qeyri-adi dizaynlı disklərlə təchiz olunub. Avtomobildə 11 ədəd kamera var. Kameraların görüntü keyfiyyəti olduqca möhtəşəmdir. Həmçinin bir ədəd lidar mövcuddur ki, ətrafda olan bütün hər şeyi sanki bir tanrı gözü kimi görür. Avtomobilin açarından sizə danışmaq istəyirəm. Adət etdiyimiz açarlardan deyil, sadəcə üzərində power düyməsi var. Bu tərzdə avtomobili oyadırıq və söndürürük. Qapılara nəzər salsaq, qapılarda batan qapı dəstəkləridir. Avtomobilin qapısını bağlayarkən onlar itirlər. Həmçinin aerodinamikada bu təbii ki, qulluq edir. Güzgülərin üzərində dönmə işıqlarının təkrarlayıcısı, kör nöqtələrə nəzarət sistemi, ön qapılarda 2 qat səs izolyasiyalı şüşələr mövcuddur. Bütün qapılar çərçivəsizdir. Arxa qapılara da nəzər salaq. Qapılar tam çərçivəsizdir. Qapıların alt hissəsində isə qara lak boya ilə boyanmış xüsusi belə plastik bölmə var. Arxa hissədə də Avatar loqosu dayanır. Avtomobilin sağ arxa qanadında yanacaq dolum çəninin qapağı var. 45 litr tutumu var və minimum 92 aktdan benzin tutur. Salondan monitor üzərindən birbaşa açmaq olur. Avatarın öncəki modellərində olan dizayn xəttini 07 modelinin arxa hissəsində də tam görmək olar. Amma burada bir sıra yeniliklər var. Onlar nədən ibarətdir? Əsas olaraq arxa alın şüşəsi artıq tam funksional alın şüşəsidir. Yəni buradan salondan görüntü kifayət qədər yaxşıdır. Avtomobildə arxa görüntüdə yenə də tam LED stop fənərlərdir, parking radarlar, arxa gediş kamerası, arxa görüntü verən əlavə bir kamera, stop təkrarlayıcı, arxa gediş işıqlandırılması və kiçik belə bir bölmə var ki, burada qara lak boyu ilə boyanıb və aktiv difuzor sistemidir. Bagaj qapısı təbii ki, düyməlidir. Sürətli açılır bagaj qapısı. 500 litrlik bagaj həcmi mövcuddur.
Avtomobildə unikal işləmələrdən biri də baxın burada qəza işıqlandırılmasının təkrarlayıcısı var. Birbaşa artıq baqaj ərazisində bu yerləşir. Avtomobilin baqaj qapısı açılarkən arxada olan avtomobillərə xəbərdarlıq edir ki, yəni burada baqaj qapısı açılıb. Yük yerinin işlənməsi çox qeyri-adidir. Yəni burada yükləri yükləmək çox rahat olacaq. Yük yeri ərazisi 2 mərtəbəlidir. Bir mərtəbənin altında da pnevma askının pnevma balonudur və qəza uçbucağı və s. kimi köməkçi vasitələr dayanır. Burada meridian səs sisteminin subwooferidir, 12 voltluq elektrik yuvası və işıqlandırma dayanıb. Düymə vasitəsilə də yenidən bağlanır. Avtomobilin arxa sol qanadında şarj nöqtəsi yerləşdirilib avtomatik qapı ilə açılır. Həm buradan düymə vasitəsilə üzərinə sıxmaqla açılıb bağlanır, həm də salondan monitordan da açmaq olur. Cibit arxitekturalı şarj sistemidir. 39,5 kWlıq bateriyaya malikdir və 30%-dən 80%-ə kimi 15 dəqiqə müddətə tam şarj olunur. Yavaş şarjda isə 7-10 saat ərzində dolur. Avtomobil tam elektrikdə 220 km məsafə qət edir. Tam dolu yanacaq çəni, tam dolu elektrik batareyaları ilə isə 1050 km məsafə qət edə bilərsiniz Avator 07 Ultra ilə. Burada kilit düyməsinə sıxmaqla şarj portun qapağı belə estetik bağlanır. Xüsusi qeyd etmək istədiyim məqamlardan biri də Avator 07-nin panoramik damıdır. Demək olar ki, burada heç baxanda bilmək olmur ki, bu panoramik damdır. Nəyə görə bunu qeyd edirəm? Bir sıra başqa avtomobil modellərində, markalarında panoramik dam elə qurulur ki, yəni burada xüsusi birləşmə nöqtələri falan tam aydın şəkildə görünür. Ancaq burada bütöv bir dam formasına, yəni az məsafələrlə tamına qurulduğu üçün panoramik dam demək olar ki, nəzərə çatmır. Artıq bu texnoloji canavarın salonuna keçmək vaxtıdır. Onu keçməzdən öncə bir nüansa toxunmaq istəyirəm. Avtomobilin rənglənməsindən mən mütləq şəkildə danışmalıyam. Çanqanın zavodunda olarkən bu avtomobillər istehsal olunurdu. Orada boyaya necə diqqət olunduğunu mən öz gözlərimlə görmüşəm, yəni buna şahid olmuşam. Avtomobilin rənglənməsi çox idealdır, rəng tonları gözəl seçilir və bordo rəngindədir. Bordo avtomobil, bordo salonla iki rəng tonu istifadə olunub kombinasiyalıdır. Qapı kartlarına baxsaq, tam dəri ilə üzlənib qapı kartları. Qara lak boya burada inteqrasiya olunub, biraz bronz. Meridian səs sistemi 25 ədəd speaker var ki, avtomobildə IMAX kinoteatrdasınız. Alt hissə də tam dəridəndir. Burada yük ərazisi var ki, şüşələrinizi yerləşdirmək üçün, əşyalarınızı yerləşdirmək üçün. İçi parçalıdır, maksimum səssiz olacaq avtomobilin salonu. Burada şüşə açılma düymələrinə nəzər yetirsək, çox estetik işlənib. Səs izolyasiyalı şüşələrdir ki, avtomobildə qəbir sakitçiliyi mövcuddur. Tam sakit salondur. Avtomobilin salonuna əyləşən kimi adət etdiyimiz düymə axtararıq ki, start-stop düyməsi hardadır, amma əyləcə sıxmaqla avtomobil artıq aktivləşir və sahibini salamlayır. Burada tam memory paket mövcuddur. Həm oturacaq, həm də sükanın özünüzə uyğun yerləşdirirsiniz ölçülərini və sizə də qarşılama anında onu tam gətirir. İstər oturacağı, istər də sükanı. Demək, transmissiya selektro sükanın arxasında yerləşdirilib, PRND və parking düyməsi. Çox maraqlı səslər də çıxardır avtomobil deyə keçəndə. Xəbərdar edici səslərdir ki, qapı açıqdır. Parkinqə keçəndə isə bu tərzdə bir səs verir. Avtomobilin sükanı çox futuristikdir. Sanki bir kosmik gəmidə əyləşmirsən, belə futuristik bir sükan var. Düşünürsən ki, bu idarə edərkən sənə xüsusi bir maneçilik törədəcək, amma qətiyyən belə deyil. Avtomobildə sürücünün gözü qarşısında informasiyanın maksimum dərəcədə çatdırılmağı üçün bu sükan üst hissədən bu formaya gətirilib, adət etdiyimiz yumru bublik sükanlardan deyil. Avator 07 Ultra'nın oturacaqlarından xüsusilə danışmaq lazımdır. Ön sürücü və sərnişin oturacaqlarının elektron idarə etməsi üçün düymə sayına bir nəzər yetirin. Onlar da belə metalik toxunuşlu üzərində deyəcəklər var ki, ələ taktil maraqlı hisslər verir. Bu oturacaqlarda tam isitmə, havalandırma və masaj mövcuddur. Ön oturacaqlarda, sürücü və sərnişin oturacağında isə zero gravity var. Bir düyməyə sıxmaqla o aktivləşir. Sükan yuxarıya doğru qalxır və sıfır gravitasiya modunda siz avtomobildə kimisə gözləyərkən, avtomobilinizi şarj edərkən qətiyyən darıxmayacaqsınız və tam istirahət edə bilərsiniz. Burada xüsusi modlar da var ki, monitordan seçməklə salonda
xüsusi bir ab-hava yaradıb, kondisionerdə rahat əyləşib hətta yata da bilərsiniz. Bu minimalist dizayn salonda maksimum ergonomika var və maksimum funksionallıq var. Onların bir çoxu elektronlaşıb. Sükan üzərində 2 ədəd deyircək görürük. Bunlar nəyə xidmət edir? Avtomobilin bir sıra funksiyalarını idarə etmək üçün və xüsusilə də sükanı deyək ki, idarə etməsi üçün. Sükan həm dərinliyə və hündürlüyə görə nizamlanır. DJ vasitəsilə menyudan aktivləşdirməklə sükanı nizamlaya bilirsiniz. Eləcə də arxa görüntü güzgülərini də sükanın üzərində olan bu DJ-lərlə yeni də monitordan aktivləşdirməklə nizamlaya bilərsiniz özünüzə görə. Sürücünün əli altında maksimum ergonomika qurulub. Bir daha deyirəm, dirseğaltlığı ərazisi olduqca yaxşı qurulub. Deyək ki, istirahət edirmiş kimi avtomobili idarə edə bilirsiniz. 1.50 idarə etmək üçün bu avtomobilin sükanı olduqca rahatdır. Sanki belə bir kart idarə edirmişsiniz kimi belə bir ab-hava verir avtomobil adama. Stəkan altlıqlarına vurğu etmək istəyirəm. Baxın, üzərinə basmaqla stəkan aktivləri düşürlər, batırlar daha doğrusu. Batdılar və sonradan əgər istifadə etmirsinizsə, ümumi dizaynı pozmamaq üçün düyməni sıxmaqla o yenidən qayıdır yerinə. Dirseğaltlığı təbii ki, dəri ilə üzlənib. İki istiqamətdən də açmaq mümkündür. Həm sərnişin onu aça bilir, həm də sürücü. Dirseğaltlığının ərazisi olduqca genişdir. İçi təbii ki, premium avtomobil olduğundan parçalıdır. Burada maksimum səssizliyə diqqət yetirilib. Bu orta panelin alt hissəsində əlavə yük yeri yerləşdirilib. Onun da ərazisi parça ilə üzlənib və orada bizim üçün şarj portlar yerləşdirilib. Type-C və USB şarj port. Şarj portdan danışmışkən sürücünün əli altında bir ədəd simsiz şarj var. Bu tərzdə aktivləşir. Simsiz şarj ərazisinin daha bir funksionallığından danışım ki, avtomobilin açarını şarj etmək üçün onu bura yerləşdirib şarj yığmanı da gözləyə bilərsiniz. Baxın, bu şəkildə avatar yazısı indikasiya edir ki, artıq mən şarj yığıram. Təbii ki, avtomobilin açarının şarjının zəifliyi sizə məlumat verəcək ki, avtomobil özü məlumat verəcək ki, avtomobilin açarının şarjı bitir, ora yerləşdir. Kondisioner sistemi üçün hava kanalları tamamilə gizlədilib ön hissədə. Onlar nəzərə çatmır, maksimum dərəcədə gizli ərazilərdən havalar vurur. Onları monitor üzərindən təzədə istiqamətləndirmək olur, bağlamaq olur, sürətini artırmaq olur, maksimum soyuq rejimə gətirmək olur, maksimum isti rejimə gətirmək olur. Ön panelimiz tam dəri ilə üzlənib, 2 rəng tonundan istifadə olunub, salon rənginə uyğun olaraq qara və bordo. Sandıqça ərazisi də təbii ki, dəri ilə üzlənib və düymə vasitəsilə sandıqça açılır. İçərisinin ərazisi genişdir və parçalıdır. Avatarın sənədləri, xüsusi belə qovluq var ki, Avatar loqolu bir qovluq var, onun içindədir. Burada avtomobilin istismar qaydaları və s. Sürücü və sərnişinin gözü qarşısında 2 ədəd nəhəng monitor dayanır. Ana ekran 15,6 düymluqdur. Arxada yerləşən ekran isə 35,4 düymluqdur. Bu ana ekrandan avtomobilin demək olar ki, bütün funksionallığını idarə etmək olur. İdarə etmə rejimləridir, bir sıra funksionallığı, avtomobilə dair məlumatlar, sürücü oturacağı, sərnişin oturacağını idarə etməsin, güzgülərin, şüşələrin, elektronikaya dair nə varsa hamısı bura yerləşdirilib. Huawei-yə aid möhtəşəm sürətli ekranlardır. Baxın, bu tərzdə ekranı dəyişmə görə necə sürətli keçidlər edir. Yəni, burada tutulmalar qətiyyən yoxdur. Fikir verin, avtomobilin ekranı nə dərəcədə sürətli işləyir. Hətta mobil telefonlarımız belə adətən donurlar. Burada qətiyyən donma olmur. Arxa ekran bizə avtomobil haqqında bütün məlumatları vermək üçün sərgilənib. Orada bir sıra widgetləri da yerləşdirmək olar. Öz sevimli widgetlarını ora yerləşdirib sürüşdürmə yolu ilə atmaq olur orada. Tam şəkildə aydın sənin gözün qarşısında görünür. Avtomobilin əsas ana məlumatları tam sürücünün gözü qarşısındadır. Şarj məlumatı, yanacaq çənində yanacaqla nə qədər məsafə qət edə bilərsən və ümumi qət edə biləcəyin məsafə göstərilib. Təkərlərdə olan havaya nəzarət sisteminə baxın. Yenə də aktiv dayanıb sürücünün gözü qarşısında. Burada head-up display yoxdur. Mən düşünürəm ki, ona heç ehtiyac da yoxdur. Çünki burada avtomobilin quruluşu öncədən qurulanda elə qurulub ki, sükan burada görürsünüz, bu düz xətlə qurulduğu üçün gözün qarşısında tam rahat informasiyanı ala bilirsən. Onun üzərində bir dənə də head-up display olsaydı, bu artıq bir iş kimi görünəcək ki, bu var idisə niyə head-up display əlavə qurulub. Başımız üzərində tam panoramik tavan mövcuddur. Tavan özü alkantarla üzlənib. Tavanın xüsusi örtüyü var ki, onu ekrandan tam açıb bağlamaq olur. Belə günəşli günlərdə
Günəş sizi narahat etməmək üçün onu bağlamaq olur. İstənilən məsafədə də saxlamaq olur və yenidən qaytarıb bağlamaq. Tavanda bir sıra mikrofonlar yerləşdirilib, onların burada xüsusi izləri var, görəcəyik. Avtomobildə telefonla danışmaq olduqca rahatdır. Nəyə görə? Çünki başlıqlarda dinamiklər var ki, siz telefon danışığında sanki telefonu qulağınıza tutmuş kimi eşidirsiniz. Yəni buradan dinamiklərdən səs verilir, hər iki qulağınızdan eşidirsiniz. Mikrofon vasitəsilə isə danışıq tamamilə aydın gedir qarşı tərəfə və o sizi çox rahat başa düşür. Günlüklər də Alcantarla üzlənib, kosmetika güzgüsü işıqlandırılmalıdır. Zira soyuq işıqlarladır. Meridian səs sisteminin dinamikləri başımız üzərində də dayanıb. Dediyim kimi burada IMAX kinoteatrlarında olduğu kimi çox güclü səs sistemi mövcuddur. Arxa qapıların dizaynına baxsaq, eyni dizayn burada da hökm sürür. Qapı kartı tam dəri ilə üzlənib. Meridian səs sisteminin speakerları həm aşağıda, həm yuxarıda yerləşdirilir. Bürünc rəngli şüşələrin idarə etmə düyməsi, şüşələr görürsünüz nisbətən aşağıya doğru tam bağlanmır. Bu da qapının quruluşuna görə çox normaldır. Ambient işıqlandırma, qapı yenə də burada düymə vasitəsilə açılır, amma xüsusi anlarda deyək ki, burada qapının təcili açılma düyməsi də var ki, onu açıb rahat avtomobildən düşmək mümkündür. 2940 mm təkər bazası baxın bunun üçün lazımdır. Burada olan diz məsafəsinə baxın. Mən 1.83 boyundayam. Ön oturacağı özümə görə nizamlamışdım. Hələ də diz məsafəsi olduqca genişdir. Baş məsafəsi isə tam arxaya yaslananda yenə də kifayət qədər var. Hələ burada bir yumruq qədər də ərazi mövcuddur. Ön oturacaqların arxa hissəsi də dəri ilə üzlənib, ümumi dəri rənginə uyğun bordo rəngdədir. Arxasında belə xüsusi sənətli bölmə mövcuddur. Arxa sərnişinlər üçün havalandırma kanalları mexaniki yolla idarə olunur. DJ vasitəsilə sağa-sola doğru bağlamaq və açmaq, belə də slayd etməklə istiqamətləndirmək mümkündür. Onlar da bürünc rəng tonundadır. Ümumi dizaynı pozmadan davam edirik. Burada əlavə yük ərazisi var. Alt hissədə rezin örtüyü və onun da ərazisi parçalıdır. Qeyd edeyim ki, bu oturacaqlarda izafikslər yerləşdirilib. Bu şəkildə belə açmaqla izafiksləri yerləşdirə bilərsiniz. Başımın üzərində təbii ki, panoramik dam yenə davam edir. Bizdə əl tutacaqları və işıqlandırma plafonu, o da sensordur. Sensor vasitəsilə aktivləşir və dirsə altlığına nəzər salaq. Baxın, o aktivləşir və özü düşür. Burada bizə 2 ədəd stəkan altlığı təklif olunur. Dirsə altlığı var. İçi parçalıdır. Burada kiçik bir panel yerləşdirilib ki, onun da içi parçalıdır və bura telefon yerləşdirmək üçündür düşünürəm. Şarj port, Type-C portdur. Sürətli şarj etmək üçündür. Və arxa oturacaqlarda bir sıra funksionallıq var. Burada LED ekran yerləşdirilib. LED ekrandan sən öz oturacağının kürək hissəsini nizamlaya bilirsən. Baxın, hal-hazırda önə doğru hərəkət etdirirəm, arxaya doğru da. Başqa funksionallıqdan nələr var? Arxa oturacaqlarda da maksimum komfort hökm sürür, havalandırma, isitmə və masaj mövcuddur. Eləcə də buradan panoramik damın örtüyünü açıb bağlamaq, ön sərnişin oturacağını önə doğru hərəkət etdirmək mümkündür ki, burada arxa sərnişin üçün maksimum daha da geniş ayaq məsafəsi yaransın. Gəldik bu texnoloji canavarın sürüş testinə. Avatar kənardan ümumiyyətlə tamamilə fərqli bir avtomobil kimi görünür. Həqiqətən də elədir, tamamilə fərqli bir avtomobildir. İlk dəfə bu avtomobili görənlər həmişə təəccüb hissi yaşayırlar ki, yəni bu nə dizayndır, bu nə ergonomikadır, salon yenə də olduqca təəccüblü gəlir hər kəsə. Maksimum dərəcədə komforta kökləniblər Avatar mühəndisləri, dizaynerləri. Salonda olduqca güclü səssizlik qurulub. Ergonomika eləcə də maksimum rahatçılığa köklənib. Burada bir sıra funksionallıq var. Müasir və premium avtomobillərdə komfort özəllikləri hansıdırsa, Avatarda da onların hamısı mövcuddur. İstər komfortdan bütün 4 oturacağın 4-ünün də isitməsi, soyutması, masajı. Avatar 07 Ultra maksimum minimalizm və maksimum dərəcədə də komforta köklənmiş bir crossoverdir. Plug-in hibrid avtomobilidir. Tam elektromobillərdən çəkinən insanlar üçün əla seçimdir. Həm daxiliyama mühərriki var, həm elektrik mühərrikləri var. Burada qeyd edeyim ki, daxiliyama mühərriki təkərlərə qoşulmayıb, sırf generator rolunu oynayır. Avtomobilin batareyalarını şarj etmək üçün nəzərdə tutulub. Daxiliyama mühərriki işə düşərkən salonda demək olar ki, onun səsi eşidilmir ümumiyyətlə. Səssizlik burada maksimum dərəcədədir. Avtomobilin altında 21 düymlük təkərlərin olmağına baxmayaraq askı o qədər yumuşaqdır. Oturacaqlar bir tərəfdən
həm çox rahat oturacaqlardır, plus da ki funksionaldır. Əsas məqamlar avtomobilin yanacaq sərfiyyatı və enerji sərfiyyatından danışmaq vaxtıdır. 1,5 litrlik daxiliyama mühərriki, yəni ancaq generator rolunu oynayan mühərrikin hal-hazırda işlətdiyi yanacaq sərfiyyatı, qeyd edeyim ki, havanın temperaturu hal-hazırda 30 dərəcəyə yaxınlaşır. Avtomobildə kondisioner tam olaraq işləv vəziyyətdədir. Bir sıra funksionallıq da avtomobildə aktivdir. 7,6 litr. Qeyd edeyim ki, 92 aktan tələbi var. Avtomobilin 45 litrlik yanacaq tutumu var. Tam full elektrik rejimində isə 220 kilometrlik yürüyüş əldə edə bilərsiniz. 39,5 kW'lıq batareyalarla təchiz olunub. Katla aid batareyalar da olduqca uzun ömürlü və keyfiyyətli batareyalarla təchiz olunub. Avator ümumiyyətlə mükəmməl bir simbioz avtomobildir ki, texnoloji gigantlar Huawei, Changan və Katlın bir məhsuludur. Hava temperaturunu bir daha deyirəm, 30 dərəcəyə yaxınlaşırıq. Hava temperaturu avtomobildə kondisioner aktivdir. Hal-hazırda sırf elektrik rejimində hərəkət edirik. 15,4 kW enerji sərfiyyatımız var. Bu da bu cür ölçülərdə və bu cür texnoloji özəlliklərlə təchiz olunmuş avtomobil üçün olduqca əla elektrik enerji sərfiyyatıdır. Avator 07 Ultra avtomobili bir sıra təbəqə insanlara xitab eləyən bir crossoverdir. Bu crossoveri həm gənclər, həm orta yaş təbəqəli insanlar, eləcə də yaşlı kateqoriya insanlar belə sevə bilər. Nəyə görə? Avtomobildə ergonomika, salon elə qurulub ki, yəni hər yaş kateqoriyalı insan bunu bəyənsin. Elektrik avtomobili bəyənmirsinizsə idarə etmək daxiliyama mühərrikli avtomobili var. Uzun səyahətləri sevirsinizsə, ailənizlə, dostlarınızla Avator 07 modeli sizin üçün əla avtomobil olacaq. Nəyə görə? Burada həm daxiliyama mühərriki var, həm elektrik mühərrikləri mövcuddur. Bir yerdə simbioz şəklində 1050 kilometrlik yol qət edə bilərsiniz. Tam yanacaq çənliyi ilə və tam dolu batareyalar ilə Bakıdan çıxaraq hətta Gürcüstana belə rahat şəkildə gedə bilər. Bu təbii ki, mən ümumiyyətlə həmişə deyirəm ki, avtomobilin enerji sərfiyyatı yaxud yanacaq sərfiyyatı sürücünün ayağı altındadır. Texnoloji çox komfortlu, çox möhtəşəm və futuristik dizaynı ilə bərabər olduqca da təhlükəsiz avtomobildir. Adaptiv kruz kontrol, sürüşmə əleyhinə tənzimləmə, əyləc yardım sistemi, yoxuşda başlama yardımı, təpə enişinə nəzarət, bloklama əleyhinə əyləc sistemi, sabitliyə nəzarət, toqquşma xəbərdarlıq sistemi, zolaqdan ayrılma xəbərdarlıq sistemi, zolaqda saxlama yardımı, sürücü yorğunluq sensoru, yol nişanlarının tanınma sistemi. Bu təhlükəsiz və sürücüyə köməkçi sistemlər ilə sizin səfərləriniz maksimum təhlükəsiz keçəcək. Sizin gözlə görmədiyiniz yerləri belə avtomobil sizə xəbərdarlıq edir ki, orada təhlükə var, orada maneə var, maneələrə qədər, hətta santimetrlərə qədər məsafəni sizə nümayiş etdirir, ekrana çıxardır. Bu möhtəşəm crossoveri siz ölkəmizdə tam rəsmi şəkildə əldə edə bilərsiniz. Avator Azərbaycan showroomlarına yaxınlaşıb, avtomobillərlə yaxından tanış ola bilərsiniz. Avtomobillərə baxışı sizə çox professional menecerlər keçirdəcək. Rəsmi, zəmanətli avatorlar üçün məhz Avator Azərbaycana müraciət eləyin.